Deyirlər, hər bir daşın sirri var. Bu dəfə sizi Bakının mərkəzində ucalan, minillik sirləri içində gizlədən, haqqında əfsanələr dolaşan Qız qalasına aparacağam. Bu qala niyə Qız adlanırdı? Buradan həqiqətən bir qız özünü ataraq həyatına son qoyubmu? Yoxsa bu, min illərin sirrini gizlədən bir enerji mərkəzidir? Bakı şəhərinin mərkəzində ucalan, sanki min illərin susqun şahidi olan Qız qalası sadəcə bir memarlıq abidəsi deyil. Bu, zamanın içində ilişib qalmış bir sirdir. Arxeoloqlar bu qalaya müxtəlif dövrlərdə tarix qoymağa çalışıblar. Bəziləri onu Sasanilər dövründə, digərləri isə daha qədim zamanlarda tikildiyini deyirlər. Ancaq hələ də bu möhtəşəm quruluşun əsl mənşəyi bilinmir. Bu videoda 1500 nəfərin iştirak etdiyi məşhur filmdən tutmuş, ataya qarşı çıxan qızın özünü qaladan atdığı əfsanəyə qədər Qız qalası ilə bağlı bilinməyən gerçəkləri öyrənəcəksiniz. Hazırsınızsa, qədim zamanların sirlərinə açılan qapını bircə aralayaq. Bu qalanın nə vaxt və hansı məqsədlər üçün tikilməsi haqqında müxtəlif fikirlər, müxtəlif versiyalar mövcuddur. Bəzi alimlər hesab edir ki, qala hərbi və müdafiə məqsədi ilə inşa olunub və Azərbaycanın şimal sərhədlərindən, Dərbənd qalasından başlanan bütöv bir hərbi müdafiə tikililəri kompleksinin bir hissəsidir. Bu sadəcə səslənən versiyalardan biridir. Bir qrup arxeoloqların fikrinə görə isə qalanın aşağı hissəsinin yaşı 2600-dür. Neolit və ya erkən tunç dövrünə aid edilən Qız qalası təkcə müdafiə baxımından deyil, görünüş baxımından da olduqca maraqlı və qeyri-adidir. Qız qalasının rəsədxana məqsədi ilə tikilməsi və istifadə edilməsi də qala haqqında səslənən fikirlərdəndir. Qala divarları üzərində bir kitabədə var və kitabənin üzərində ərəb dilində bu sözlər yazılıb. Davudun oğlu Məsudun qülləsi. Bəzi tədqiqatçılar bu şəxsin Qız qalasını tikdirən feodal hakim olduğunu düşünür. Lakin tarixdən də məlumdur ki, bu tip lakonik məzmunlu kitabələrdə adətən memarların adları qeyd olunur. Buradan da belə nəticəyə gəlmək olur ki, Davudun oğlu Məsud Qız qalasını inşa edən memardır. Bu kitabənin yazı üslubu və xəttini 12-ci əsr yazısına yaxın olduğunu düşünən mütəxəssislər Qız qalasının məhz 12-ci əsrdə tikildiyi fikrini səsləndirirlər. İçəri şəhərin qədim qala divarlarının cənub-şərq hissəsində, dənizkənarı bulvarın yaxınlığında yerləşən tarixi abidənin divarlarının hündürlüyü 30, qalınlığı isə 5 metrdir. İki hissədən ibarət olan Qız qalasının əsas hissəsi silindir formasında, digər hissəsi isə dəniz tərəfi uzanmış uzunsov dayaq divarı şəklindədir. Bu cür formaya əsasən müdafiə tikililərində, istehkamlarda rast gəlmək mümkündür. Qalanın silindir formalı hissəsi içəridən günbəzlərlə 8 mərtəbəyə bölünüb. Son araşdırmalar göstərir ki, Qız qalasının yuxarı hissəsi əvvəllər tamamilə başqa formaya malik olub və qalanın o vaxtki vəziyyəti keyfiyyətli müdafiə qurmağa imkan verib. Qalanın yuxarı hissəsi 19-cu əsrdə aparılan təmir nəticəsində indiki şəklini alıb. Qalanı 200-300 döyüşçü müdafiə etmək imkanına malikdir. Nəzərə alsaq ki, Azərbaycan daim hücumlara məruz qalan ölkə olub, onda bu qalanın əhəmiyyəti daha da artır. Bu sirli qala deyilənlərə görə iki dövrə tikilib başa çatıb. Qalanın hündürlüyü 30, diametri isə 16,5 metrdir. Hər 8 mərtəbə daş yuvacıqlarla əhatə olunub. Qalanın işıqlanma sistemi də özünə məxsusdur. Belə ki, qalaya işıq enli dəliklərdən düşür. Qalanın daxilində 21 metr dərinliyində quyu yerləşir. Quyunun hansı məqsədlərlə istifadə olunduğu da sirli məqamlardandır. Yaşının dəqiq bilinmədiyi qala ətrafında indiyə kimi dəqiq bir fikir yoxdur. Bəzi mütəxəssislər hesab edir ki, bu qalanın yaşı Bakının yaşından çoxdur. Təxminən 2400-2500 illik tarixi özündə əks etdirir. Qalanın adının niyə məhz Qız qalası adlanması da maraqlıdır. Çünki qala müdafiə, sığınacaq məqsədi ilə inşa olunub. Tək Azərbaycanda yox, İstanbuldan Pakistana qədər olan bu ərazilər daxilində 200-dən çox Qız qalası adlı tikili mövcuddur. Qız qalası haqqında 1500 nəfərin iştirak etdiyi film də çəkilib. Film 12-ci əsrə aid məşhur tarixi abidə olan Qız qalası əfsanəsi əsasında ssenariləşdirilib. 1923-cü ildə çəkilib, 1924-cü ildə nümayiş olunub. Qız qalası əfsanəsi adlanan bu film Bakı şəhərində tikilən Qız qalasının yaranma səbəbindən bəhs edir. Səməd xanın həyat yoldaşı doğuş zamanı vəfat edir. Səməd xana bir qızı olduğunu və yoldaşının vəfat etdiyi xəbərini verdikdə xan əmr edir ki, körpə qızı saraydan uzaqlaşdırsınlar.
Körpəni bir qarıya verib göndərirlər. Uşaq bu qarının himayəsində böyüyüb boya başa çatır və Gülnar adlı gənc gözəl bir qız olur. İllər sonra xan ova çıxdıqda qızı ilə rastlaşır və anasına bənzədiyindən onu dərhal tanıyır. Gülnarın anasına olan bənzərliyi Səməd xanda sevgi və ehtiras hissləri oyadır. Xan əvvəlcə bu hisslərdən utanıb qorxsa da, zaman keçdikcə duyğularına məğlub olur və qızı ilə birlikdə olmaq istəyir. Xan bu etirafı Gülnara etdikdə, qız atasından xahiş edir ki, dənizin sahilində hündür və qalın divarları olan bir bina tiksin və o binaya başqasının ayağı dəyməsin. Xan Gülnarın istədiyi kimidir və qız qalasını tikdirir. Lakin Gülnar atasının sevgisindən qorxduğu üçün həmin qaladan özünü ataraq öldürür.